Avqustun 4-də Prezident İlham Əliyev Yasamal rayonunda keçmiş Sovetski ərazisində yeni yol nəqliyyat infrastrukturunun təməlini qoyub. Dünyanın ən gözəl şəhərlərindən biri olan Bakının müasirləşdirilməsi və gözəlləşdirilməsi istiqamətində son illərdə mühüm layihələr həyata keçirilib. Bu layihələr çərçivəsində Bakıda yeni, müasir binaların, göydələnlərin və digər sosial obyektlərin inşasını misal göstərmək olar. Bununla yanaşı Bakıda şəhərin inkişaf tempinə və müasir durumuna uyğun gəlməyən, paytaxtımızın müasirlik ansamblını pozan tikililərin söküntüsü ilə bağlı vacib layihələr icra edilib. Bu layihələrin strateji əhəmiyyəti baxımından ən mühümü isə keçmişdə Sovetski adlanan məhəllənin söküntüsü oldu. Bu yaşayış massivi uzun illər bundan əvvəl salınıb. Bu məkan, necə deyərlər, öz istismar müddətini artıq tam başa vurmuşdu. Ensiz küçələr, köhnə və dar mənzillərlə xarakterizə olunan Sovetski, şübhəsiz ki, son illər sürətlə inkişaf edən paytaxt Bakının ümumi görünüşünə uyğun gəlmirdi. Şəhərin mərkəzində yöndəmsiz evlərlə dolu olan bu cür yaşayış massivinin olması müasir paytaxtımızın memarlığı ilə də uzlaşmırdı. Bakının daha da müasirləşdirilməsi istiqamətində görülən işlərin davamı olaraq şəhərin baş planının icrasının təmin olunması, habelə şəhərdə yol nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin davam etdirilməsi məqsədi ilə Yasamal rayonunda keçmiş Sovetski adlanan ərazidəki yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi prosesinə başlanıldı. Onu da xatırladaq ki, dar mənzillərdə yaşayan Sovetski sakinlərinin məişət problemləri getdikcə artırdı. Sakinlər burada yayda istidən, havasızlıqdan, qışda isə soyuq və nəmişlikdən əziyyət çəkirdilər. Bir sözlə, Sovetski məhəlləsinin sökülməsi tez bir zamanda yerinə yetirilməli olan zamanın tələbinə çevrildi. Bu tələbin yerinə yetirilməsi özündə bir neçə məsələni ehtiva edirdi. Onların arasında ən əsası Sovetskidə yaşayanların mənzil məsələsinin həlli idi. Sovetskinin köçürülməsinə və burada söküntü işlərinə start veriləndən sonra yaşayış və qeyri-yaşayış sahələrinin inventarlaşdırılması, ölçülməsi, qiymətləndirilməsi, həmçinin satın almadan sonra əhalinin köçürülməsi məsələlərinə xüsusi diqqət və həssaslıqla yanaşıldı. Ödəniləcək vəsait müqabilində yeni mənzil almasında çətinlik çəkən, heç bir digər yaşayış sahəsi olmayan, uzun illər ailə üzvləri ilə birlikdə yaşayış üçün qərarsız az kvadratlı mənzillərdə yaşayan sakinlərin də arzu və istəkləri nəticəsiz qalmadı. Dövlət başçısının birbaşa göstərişi ilə Nazirlər Kabinetinin 2015-ci il 9 iyun tarixli sərəncamına müvafiq olaraq qeyd edilən ərazidə sahəsi 25 kvadrat metr və daha az olan yaşayış sahələrinin sahibləri Nərimanov rayonunda 2 otaqlı tam təmirli mənzillərlə təmin olundu. Mənzillərin bölüşdürülməsi tam şəffaf, sakinlərin iştirakı ilə püşkatma yolu ilə həyata keçirildi. Yeni mənzillərin sahələri sakinlərin Sovetski adlanan ərazisindəki mövcud mənzillərinin sahələrindən 2-3 dəfə, bəzi hallarda isə 4 dəfə böyükdür. Bu, Prezident İlham Əliyev tərəfindən illərlə çətin şəraitdə yaşayan ailələrə göstərilən növbəti diqqət və qayğının təzahürü oldu. Prezident İlham Əliyevin təşəbbüsü ilə icra edilən bu layihə şəhərin mərkəzində 10 illər boyu qəzalı, yarım-uçuq mənzillərdə yaşayan əhalinin mənzil məişət şəraitinin yaxşılaşdırılmasında mühüm rol oynadı. Onu da deyək ki, Sovetskinin köçürülməsi hələ Sovetlər İttifaqı dövründə belə paytaxt üçün vacib sayılan layihə idi. Bu, iri miqyaslı və tarixi layihə yalnız müstəqil ölkəmizin iqtisadi inkişafı dövründə dövlət başçısının təşəbbüsü ilə həllini tapdı. Avqustun 4-də Prezident İlham Əliyev Yasamal rayonunda keçmiş Sovetski ərazisində yeni yol nəqliyyat infrastrukturunun təməl qoyma mərasimində iştirak etmək üçün bura gəldi. Dövlət başçısına keçmiş Sovetski ərazisində indiyədək Yasamal rayon icra hakimiyyəti tərəfindən görülən işlər və Azəravtoyol Açıq Səhmdar Cəmiyyəti tərəfindən aparılacaq yenidən qurma və abadlıq işləri barədə məlumat verildi. Bu ərazidə aparılacaq işlərin birinci mərhələsində 26 hektarda yolların salınması və abadlıq işlərinin görülməsi nəzərdə tutulur. Bura 23 hektar sahədə yaşıllaşdırma və abadlıq, 3 hektar sahədə isə avtomobil yollarının tikintisi işləri daxildir. Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinin sədri Salih Məmmədov dövlət başçısına layihə ilə bağlı məlumat verdi. Layihənin icrasına uyğun olaraq 3827 yaşayış və qeyri-yaşayış sahəsinin sahibləri müvafiq qaydada kompensasiya ilə təmin ediliblər. Ümumilikdə 219 obyekt üzrə vətəndaşlar yaşayış sahəsi ilə təmin olunub. Yaşayış sahəsi ilə təmin edilənlər əsasən 12-16 kvadrat metr sahədə olduqca ağır kommunal şəraitdə yaşayan ailələr olub. Keçmiş Sovetski ərazisində satın alınan obyektlərin 249-unun isə söküntüsü Azəravtoyol Açıq Səhmdar Cəmiyyəti tərəfindən davam edir. Burada ümumi uzunluğu 6,1 kilometrə yaxın olan 5 küçədə əsaslı şəkildə yenidən qurma işləri aparılacaq. Yenidən qurma işləri Balababa Məcidov, Abdullah Şaiq, Mirzağa Əliyev, Füzuli küçəsinin davamı və Nəriman Nərimanov küçələrində həyata keçiriləcək. Əvvəllər bu küçələrin ensiz olması, üstəlik bir çox hissələrdə piyada səkilərinin olmaması avtonəqliyyat vasitələrinin, həmçinin piyadaların gediş-gəlişində xeyli çətinliklər yaradırdı.
Yenidən qurma işləri çərçivəsində küçələr həm genişləndiriləcək, həm də geniş piyada səkiləri inşa ediləcək. Yenidən qurulacaq küçələrdə mühəndis kommunikasiyaları, su, məişət və yağış suları üçün kanalizasiya, işıq, qaz, rabitə xətlərinin dəyişdirilərək müasir tələblər səviyyəsində qurulması nəzərdə tutulur. Prezident İlham Əliyev keçmiş Sovetski ərazisində yeni yol nəqliyyat infrastrukturunun təməlini qoydu. Yenidən qurulacaq Balababa Məcudov küçəsinin uzunluğu 440 metrdir. Küçənin əvvəlki eni 7-8 metr olub. Layihə çərçivəsində küçənin eni genişləndirilərək 15 metrə çatdırılacaq. Layihəyə uyğun olaraq burada 3 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 12 metr təşkil edəcək. Tikinti işlərinin aparılacağı Abdullah Şahin küçəsinin eni əvvəllər 5-6 metr olub. Yeni layihəyə uyğun olaraq küçə 19 metrə qədər genişləndiriləcək. Akademik Milli Dram Teatrının hər iki tərəfində yerləşən Mirzağa Əliyev küçəsi və Füzuli küçələrinin əvvəlki hərəkət hissəsinin eni də 4-5 metr olub. Burada da yenidən qurma işləri çərçivəsində yolun eni 19 metrə çatdırılacaq. Aparılacaq yenidən qurma işləri çərçivəsində Nəriman Nərimanov küçəsinin 2000 metrdən artıq hissəsində də tam müasir yol infrastrukturunun yaradılması nəzərdə tutulur. Küçənin hərəkət hissəsinin hazırki eni 7 metr təşkil edir. Layihəyə əsasən yolun hərəkət hissəsinin eninin 17,5 metrədək genişləndirilməsi nəzərdə tutulur. Yollarda həmçinin yeni müasir işıqlandırma sistemi qurulacaq. Bu isə sutkanın qaranlıq vaxtında nəqliyyatın və piyadaların hərəkətinin təhlükəsiz təşkilində mühüm rol oynayır. Burada müasir avtobus dayanacaqlarının qurulması da nəzərdə tutulur. Prezident İlham Əliyev görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verdi.